Tanınmış aktyor Əzər Axşam sosial şəbəkələrdə yayılan ölüm xəbərlərinə münasibət bildirib. Aktyor Instagram hesabında paylaşdığı videoda sağ-salamat olduğunu deyərək bu cür dezinformasiyaların artıq neçənci dəfə yayıldığını və məqsədini anlamadığını bildirib. Salam dəyərli dostlar, gözəl düşünən insanlar, gözəl qəlbli insanlar, hər kəsi salamlayıram və çox maraqlıdır, bilmirəm bu xəbərləri kim yayır, bu ilə onlara nə olur, onların qazancı nə olur. Hər halda Allah hidayət eləsin, Allah islah eləsin. Bugün bir jurnalist xanım zəng edib ki, Azər müəllim, bəs sizin yenə də ölüm xəbəriniz çıxıb. Dedim, artıq neçənci dəfədir belə xəbərlər çıxır, tək mənlə deyil. Bir çox sənət adamı ilə bağlı olaraq. Və dedim ki, belə bir yazım müraciət edeyim. Öz səhifəmdə də olsa paylaşdım ki, hər şey yaxşıdır. Həyatı verən də alan da Allahdır. Həmd olsun Allaha, sağlıq, salamatçılıq olsun. Hər kəsə salamlar bir daha.